Niyə olmadı? Amma bətər soğuq odur. Sübh çağıdır, özdə qış günləri. Heyran dağların üstündə saxladı. Mən düşdüm, mənim bir yoldaşım düşdü. Bir də namaz qılanlar kimidir, onlar düşdülər. Bir dənə. Amma gördüm bir iki nəfər oturub. Bir ikisi qadın idi. Bir ikisi də kişi. Onlar oturub. Qadını demək olmaz. Çünki bəlkə bir haldadır, namaz qılmayacaq. Amma kişini necə? O mənə bir cür gəldi. Mənim yadıma gəlir, mən namaz qılanda biri maşının içində bürünmüşdü belə, ədyala özü bürünmüşdü. Mənə belə əyilib baxırdı, bir adam ilan tutar ha, ona belə baxarlar. O cür mənə bax. Şükür Allah'a, indi çoxalıb namaz qılan çoxdur, o qılmayanlar da, Peyğəmbər də ona gəlmişdi. Namaz qılmayanları namaz qılan eləyə, bilməyənləri bilən eləyə. İndi burada da ola bilsin ki, çox namaz qılmayan mümkün. Buradakılar yox, Vəliqub tapılar da, məsələn, Bakı şəhərində, kəndlərdə, şəhərlərdə. Ola bilsin ki, məsələn, bir nəfər heç namaz qılmır hələ. Onu qınamayın, ona əsəblənməyin, ona acı söz deməyin. Ona qulağına söz eşitdirməyin. Ki, məsələn, sən filan kəssən, başına çalmayın onları. Yumuşaq dilinə, əlin öpbəyinə, üzün öpbəyinə, dodaqların öp onu. Başa sal ki, bilsin namaz bunun xeyrinədir. Onu bilsin fəqət. Heç demə namaz qıl. Fəqət bunu başa düşsün ki, namaz bunun xeyrinədir. Əgər bilsə ki, namaz bunun xeyrinədir və bilsə bu namaz qılmasa nə qədər pisdir, o namaz qılmalıdır. Yəqinən namaz qılacaq. Başa salın cəmaati, uşaqları, cavanları bilsinlər ki, namazın xeyri var. Bir dənə bulaqda, bir dənə suda, istəxridə 3 dəfə bir adam gündə 5 dəfə yuyuna, necə onun canı təmiz olar? Bir adam gündə 5 dəfə yuyuna. Namaz ruhi yuvar gündə 5 dəfə. Ruh pak olar. Niyə mən ibadət eləməyə halım gəlmir? Ruhum kəsibdir. Ona görə halım gəlmir. Ruhum kəsibdir. Necə xəstə adam dadlı yeməkləri gətirərlər, göl istəməz yeyə? Niyə? O xəstədir. Saf da olsa odur olar o. Saf olsa heç aman verməz. Amma indi pişiriblər, gətiriblər qabağına, xəstədir. Ona deyirlər, ye, o birisilərin ağzının suyu tökülür. O birisilər, xəstə deyir o. Amma buna naz edir bu da. Yox, yeyə bilmirəm. Hələ bir qaşıq ye. Yox, yeyə bilmirəm. Niyə yeyə bilmir o dadlı yemək? Çünki xəstədir. Məryəm gecəni sübəcən ibadət edir. Əli əleyhissalam gedir gecənin meşəlicə, baxır ulduzlara yaş tökür. Peyğəmbər o cür, o birisi o cür. Allahı tanıyanlar Allah dəlisi olub. Mənə yalvarırlar namaz qıl. Yox, qılmıram. Eynən o xəstə kimin diyor. Bilmir. Ruh xəstələnib, namaz qılmağa hal gəlmir. 2 dəqiqə, hələ indi məsələn, mümkündür. Bizdə də var, deyil, özümüz də elə, hələ da sizdən nəcizdir, elə biz özümüz də elə oturuq da, hələ biz qılanıq da. İndi bu dönə qılanlardan deyək, gəl də. Elə, əssəlamu aleykum və rəhmətullah. Dur deyil. Elə o yaxçıdır, qılsın. Elə o cürdə qılsa qılsın. Təyəmmümsüz qılsın, dəstəmazsız qılsın. Ancaq üzün qibliyə tutsun hələ, qalanın sonra örgənə. Ancaq hələ üzün qibliyə. Niyə? Çünki öləndə axı uzadacaqlar o qibliyə. Axı ölməmişdən qabaq üzüyü tutdu ora bir dəfə. Öləndən sonra tutsalar deyələ bu kimdir baxır bizə. Odur ki, elə dəstəmaz bilir, bilsin, bilmir təyəmmümlə, təyəmmüm bilmir, elə o cür. Necə bilir, elə o cür qılsın. Yarımçılıq qılır, düz qılır. Bir həkim var Bakı şəhərində. Bir həkim var Bakı şəhərində. O mənə danışırdı. O mənə danışırdı. Dedim, mənim namaz qılan adamdır, şükür Allaha. O mənə dedi. Dedi, bir zaman var idi. Otaqda
İstərdim namaz qılam. Birinci çırağı söndürərdim, işığı. İkinci qapını bağlardım, qıfıllardım. Üçüncü pərdəmərdəni çəkərdim ki, şüşədən görsənməsin. Ev olardı qaranlıq, işıq sönüb, qapı qıfıllanıb, ondan durub yavaşca 2 rəkət namazımı qılardım. Dalıcan dedi ki, ancaq namazımda qələtim çoxdur, səhvim çoxdur. Namazımda səhvim çoxdur. Elə yarımçılıq bilirəm. Mən dedim, sənin o yarımçılıq namazın, mənim o qumda qıldığım namazımdan üstünlüğü var, Allah yanılsa. Mən az adam namaz qılam. Namaz qılama az adam səhlidir. İranda bu cür demərəm namaz qılana, qılmayana. Gözün də çıxada, İran deyil bura. Bura İran deyil. İranda qan yetişib bura. Orada indi biri namaz qılmır, o çox insafsızdır. Amma elə yenə ümidim var o da qılar. Nə olar, bir gün qılmaz, sabah qılar. Peyğəmbər gələn günü hamı iman gətirmədi ki. Biri bir gün iman gətirdi, biri 1 ildən sonra, biri 5 ildən sonra, biri 10 ildən sonra. 10 ildən sonra iman gətirənə Peyğəmbər demədi. Hə, 10 ildir mən gəlmişəm, bəs sən haradasan, qaç get. Demədi. Dedi, bir gün gəlibsən, gözlərim, gəl bura. Day demədi, mən 10 ildir gəlmişəm, sən hələ hardaydın, indi gəlibsən. Qəbul eləmi, o cür demədi. İndi sən də özün 10 ildir qılırsan, hə? Demə, o niyə qılmır? O büyün istir qıla da. O büyün istir qıla. Ancaq çək özüvə tərəf. Ancaq çək özüvə tərəf. Hər nə cürdür, başa salın cəmaata. Bilsin ki, bax, İslamın birinci qədəmi namazdır. Birinci addım İslamda, əlifbası İslamın namazdır. Usulü dindən sonra birinci şey namazdır. Bunu başa düşdü. Elə ki, bunu başa düşdü, elə də özü heç demədi namaz qıl. Özü vaxtında qılacaq. Qılmayan günü narahat olacaq. Qəzaya gedən günü vicdan öldürəcək bunu. Heç yuxusu yaparmayacaq. Allah bizə o qədər tövfiq versin ki, biz İslamın hökmlərin başa düşək. Bilək ki, bax, bunlar bizə zərərdir, bunlar bizə xeyirdir. Məsələn, içki bir şeydir ki, adamın ağlın aparır. Bunu hamı bilir də. Dünyada sən gəzəsən, ölkələrin hamısın. Pisdən, yaxçıdan, hamı ilə danışasan, bir nəfər deməz, ağıl pis şeydir. Bir nəfər deməz, ağıl pis şeydir. Ən böyük nemətlərdən biri ki, Allah verib, ağıldır. Məsəl deyərlər, Allah adamın ömründən götürsün, qoysun ağlının üstünə. Dəli adamın yaşadığının faydası nədir? Allah göstərməsin inşallah. Xub, bunu əgər bilsə ki, baba, ağılı ki, hamı deyil yaxçıdır, bu içki mənim ağlımı yaparır. Bu mənim ağlımla ziddir. Mən niyə özümü bir saatdə olmuş olsa dəli eləyim? Qabaqlar mən uşaq idim, görmüşdüm. Görərdim, indi bizərlə uşaq idim, görərdim. Bir an o anda, toylarda zatda, şükür Allaha yığışdı inqilabdan sonra. Biri görərsən içmişdi, bilmir nə danışır, öz sirrin dedi, birinə pis dedi, birinə söyüş dedi. Sonra ağlı başına gələn, ona gəlir, filancası, mən pis al, məni bağışla. Filancası, qapı düşüb üzü üstü, işmiydim bunu. Qapı gəzincən, məni bağışla, məni bağışla. Bir dəfə elə işmiydi, mən səni bağışlayıncən, sən məni bağışlayırdın. Ağlı aparam, amma bunu bilmir. İndiki bilmir, onu zəhərləmə. Onu acı danışma. Onu başa sal ki, bu iş pis iş olan bir işdir. Başa sal ki, bu ağılla zidd olan bir işdir. İstisən günə çıxasan, bu işlərdə başa düşsə eləməyəcək. İnşallah Allah hamımıza tövfiq versin. Allahın hökmlərini başa düşək, vaxtı ikən əməl eləyək, bilməyənlərə örgədək, savabı hər şeydən çoxdur. Bilməyənlərə örgədək, qiyamət günü inşallah Peyğəmbər yanında, şəhidlər yanında üzüqərə olmaya. Mən də bundan artıq sizin vaxtınızı tutmayın. Gönlüm istəyir ki, elə bu cür bir dua eləyək, siz də bir amin deyin. Amin. İmam-ı Hüseyin ağanın özünə
onun huzurunda şəhid olanlara, əsir balalarına, bütün haq yolunda, haq danışıb şəhid olanların ruhuna salavat. Allahümme salli ala Muhammed Ali Muhammed. Qardaşım Ağay Sultan, Allah səlamət eləsin. Çalışır burada, zəhmət çəkir. Allah əcrin versin. Amin. Mən də minnətdaram. Bu mənim zəhmətim olub, əziyyətim olub. Öz minnətdarlığımı bilindirirəm. Və biz qonağıq, məsələn, biz burada. Əsas bunlardır indi burada sizin zəhmətləriniz, bunlarınandır. Yayda, qışda, vaxt, bevaxt, əsas zəhmətlər bunlar. Mən bir gün gəlmişəm burada, söz deyib gedənəm mən. Amma sizinki budur. Mənə buyurdu ki, bir cümlədə müsibət deyilsin, ondan sonra doğulsun. Mən də deyirəm, sağ ol, mənim yadıma saldın. Bir də ki, onun sözünlə mən qəbul edirəm, təsdiq olunmuş söz kimi. Çün İmam Hüseyin ağa bu şəriəti o saxlayıb. Nə qədər şəriətdən danışıldı, axırda ondan bir ad gəlməlidir. Çün bu şəriəti saxlayan odur. Onun gərək müjdi verirlər. Həmişə. Mənim bir söz yadıma düşdü. Elə o sözü deyim, elə o mərsi olsun, taddu eləyək. Tarixlərdə yazıblar, çox da uzun tarixdir. Yazıblar, İmam Hüseyin ağanın qızlarının biri Şamidə dəfn olub. Rüqəyyə adında tanınır, bəlkə ola bilsin ki, adı Fatimədir. İndi ya Fatimədir, ya Rüqəyyədir. Hansıdırsa, ancaq Rüqəyyə tanınır. Oddur da Fatimə olsun, Rüqəyyə olsun. Ancaq o Rüqəyyə tanınır. İmam Hüseyin ağanın qızlarından biri diyor. Şamidə, Allah hamıza qismət eləsin inşallah. Orada dəfn olub. Əməvi məscidinin qarşısında, qabağındadır. Orada yazılıdır ki, tarixdə yazılır. Seyyid İbrahim var, olub, böyük mallı olub. Seyyiddir, 3 qızı var Seyyid İbrahimin. O vaxtın söhbətidir ki, tarix yazır. Bu Seyyid İbrahim tanınmış bir adam olub. Böyük müştehid olub. O deyir, özü Şamidə olub. Deyir ki, bunun qızlarının biri böyük qızı. Bir gün yatır, sübh yuxudan durur, gəlir atasının yanına, deyir, qəribədir mənə bir yuxu gördüm. Yuxuda gördüm, bu Şamidə olan Rüqəyyə adında qız ki, dəfn olub orada İmam Hüseyin ağanın qızıdır, o gəldi mənim yuxuma. Dedi, mənim qəbrimə su dolub, Atua denən mənim qəbrimi düzəltdirsin, təmir eləsin, biz təmir deyərik, düzəltdirsin. Bu deyir, uşaqdır da, yuxu görür. Elə o cür qalır. İkinci gecə, ikinci qız eyni o yuxunu görür, sübh gəlir atasına, deyir, mən belə yuxu gördüm. Yuxuda gördüm, bu gəldi, mənə dedi ki, dünən gecə demişəm, mənim qəbrimə su dolub. Atua denən mənim qəbrimi açsın, onu düzəltdirsin, ondan məni qoysun. Yenə bu təəccüb edir, əcəb gəlir buna. Bu nə sözdür, mən necə eləyim? Üçüncü gün, üçüncü qız yuxuda görür. Sübh yuxudan durur, gəlir ağlaya-ağlaya, deyir, mən belə yuxu gördüm. Bu, yəqin edir ki, bu söz deyəsən olub, belə şey var. Gəlir orada olanları, oranın xadimin çağırır, ta orada olan neçə nəfər ağsaqqallardan yığır, onlarla məsləhətləşir, deyir, mən qəbri açacağam. Bu, yazılıb tarixdə. Açacağam bu qəbri. Hamı çəkilsin, bir Seyyid İbrahim özü gəlir, bir də ki, qızları.
Çünki qızları məhrəmdir, bir də özü gəlir. Qəbri açırlar. Deyək, qəbri açdıq, gördük, qəbr dolub suyla belə. Az qalır İslana. Seyyid İbrahim cənazəni götürür, xanım Rüqəyyənin elə eynən o cür ki, dəfn olur. Əlləri üstə saxılır. Əlləri üstə. Ta neçə nəfərə danışırlar ki, gəlir o qəbri düzəldə. Yazırlar Rüqəyyənin möcüzəsindən. O 3 gündə namaz vaxtları qoyub yerə namazın qılıb. Ondan sonra əlində saxlayıb. 3 gündə nə acıxıb, nə susuzub, nə yuxusu gəlir. Allahümme. Elə bu cür əlində saxlayıb, ta qəbri düzəldiblər. Düzəldəndən sonra istir qoya qəbrə. Siz bilirsiniz ki, Rüqəyyə ölən gecə kəfən tapılmadı. Xanım Zeynəb başının qərə məzərin, leçəyin açdı başından, onu kəfən elədi. Seyyid İbrahim deyib, mən qəbri açdım, gördüm Zeynəbin elə məzərinə necə eşitmişik bükülüb, elə o cür bükülüb. Əlin üstündə saxladı, qəbir düzəldi. Qəbrə deyib qoyanda mənim fikrimə gəldi. O zaman kəfən tapılmadı, əmməm şərməndə oldu. Əlacı olmadı, başının məzərin açdı, buna kəfən elədi. İndi nə yaxşı olar mən bir kəfən alam, qiymətli kəfən, Rüqəyyənin cənazəsini, meyyitin qoyaq bu kəfənə. Deyiləm mən, oturmuşam yerə, fikirdiyəm ki, bu işi görüm, görməyim, deyim, məni bir ləhzə yuxu yapardı. Yuxu yaparanda gördüm, Rüqəyyə gəldi yuxuma. Gəldi yuxuma, mənə dedi ki, Seyyid, qəbrimi düzəltdin, səndən təşəkkür edirəm. Amma səni and verirəm əmməmin canına, əmməmin qərə məzərinə əlvi vırma, qoy elə o məndən qalsın. Allah hamımıza qismət eləsin, gedək qəbrin ziyarət eləyək. Allahümmə inna nəsəlükə və nəd'uk, bismikəl azimil əzəm və bil Hüseyni, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. Xudaya əllərimizi naumid qaytarmə. Xudaya dualarımızı müstəcab elə. Pərverdigara şər'i olan hacətlərimizi bəraburda bixeyr elə. Pərverdigara günahlarımızı əff elə. Pərverdigara ölənlərimizi qəriq rəhmət elə. Haqq deyib, haqqqa çalışanların hamısını müvəffəq və mənsur elə. Onlar ki, çalışırlar müsəlmanları bir-birindən ayırıb təfriqə salalar, müsəlmanları zəif eləyələr, özlərin zəif elə. Pərverdigara səni and veririk Qur'anüə, ürəklərimizi Qur'an işığı ilə işıqlandır. Pərverdigara bizi namaz qılmayanlardan hesab elə. Qiyamət günü bizi Peyğəmbərdən, İmam Xümeynidən üzüqərə elə. Pərverdigara bizi şəhidlərimizdən, onları İmam-ı Hüseyndən ayrı salır. İmam-ı Zaman ağanın məhzərinə xalis olan salamlarımızı çatdır. Ağanın mübarək olan ürəyin hamımızdan razı elə. Muhammedin və aleyh və bihaqqi surətil mübarəkətil fatihəti mə'əs-salavat. İyyâke na'budu.
محمد و آل محمدین روح متحرین مؤمنین و مؤمنات نزلا نروه صلوات هدیه له. اللهم صل على محمد و آل محمد. امیدوارم انشاءالله قلبlerimiz قرآن نورین منور ola, پیوندimiz شهدان محکمتر برای سلامتی و پیروزی عموم مسلمین و سلامتی ولی امر مسلمین هدایت آقا امام زمان صلوات. اللهم صل على محمد و آل محمد. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والصلاة والسلام على اشرف الانبیاء والمرسلین حبیبنا و حبیب اله العالمین ابی القاسم اللهم صل على محمد و آل محمد وعلى اهل بیته الطیبین الطاهرین واللعن الدائم على اعدائهم اجمعین من الآن الى قیام یوم الدین. Müminlerle iki yere yığılır, dertleşmek, Peygamberin tapşırıklarından biridir. Ve bu yığıncaklarda lazım olan sözlerin danışılması insanların ve Müslümanların inkişafında büyük tesiri olabilir. Ben neçə mövzu fikrimdə var idi ki, hamısın siz qardaşlarla qoyaq ortalığa. Belə fikir elədim, hər məsələdən əhəmmiyyəti çox olan və İslamda da o barədə çox zəhmət çəkilmiş bir məsələ müsəlmanların necə hökumət təşkil eləməsidir. Bunu hamı bilir ki, insan belə yaranır, özündən asılı deyil, qeyri-şuuri və qeyri-ixtiyarıdır ki, istir, inkişaf eləsin. Heç kəs istəmir ki, büyünü dünənindən aşağı ola. Hamının istədiyi budur ki, büyün üstünlüğü çox ola, inkişafı ola, qabağa gedər. Dala qalmağı heç kəs istəmir. Çünki insan yarananda insanın xəmirində o cür bir şeylər qoyulub ki, istir günbəgün qabağa getsin. Bu bir söz. Biri də budur ki, hamı bilir bunu. İnsan təh yaşaya bilməz. İnsan gərək dəstə və hamılığa birlikdə yaşayar.
ələlər elə ta eləyə bilər öz yaşayışın abad eləsin. Yəni, belə deyək, həkimlər yazırlar hükəmat nəzəri. Nə bu xəstəliklərə baxan həkimlər? Böyük alimlər, filosoflar yazırlar ki, əl-insanu modoniyyum bit-təb, özündən asılıdır, istir ictimai yaşasın. Dağda insan yaşamamalıdır. Yəni ki, biri gərək başmaq tikən ola, biri dərzi ola, biri yerəkən ola, biri alim ola, biri idarədə ola, hərə bir iş görə, ta hamının işi düzələr. Sən tək yaşasın, nə bilərsən paltarı tikəsən, nə bilərsən başmağı tikəsən, gərək buğdanı özün əkəsən, özün un eləyəsən, özün xəmir eləyəsən, özün çörək pişirəsən, özün göyərti əkəsən, özün meyvə əkəsən, bu insana mümkün olan bir iş deyil. Ona görə deyilər ki, insan ictimai və gərək hamısı bir yerdə yaşayaq, olmaz tək yaşayaq. Bu da çox aydın bir sözdür. Mən bunu sizə öyrətmək istəmirəm. İstəyirəm sizin bunlar yadınıza düşər, ta o ürəyimdəki sözü sizə çatdıram. İndi ki, bu hamının qabılıdır ki, insan tək yaşamamalıdır, cəminən yaşamalıdır, ictimai yaşayacaq. Hər bir ictimada, hər bir dəstəcəmi yaşamaqda insana qanun lazımdır. Sən bax, 20 nəfər, 30 nəfər istəsən, gedəsən məşədə. 100 nəfər bir karivan düzəldir, Məkkəyə gedir. O 100 nəfərə gərək qanun qoyular. Birinə biri böyükdür, biri onun mavinidir, biri yeməli şeylər yalacaq, biri maşın işinə baxacaq, biri xəstələri yaparıb, məsələn, həkimə göstərəcək, biri hərə bir iş görəcək, işlər bölünüb hamısı. Hamının vəzifəsi onun üçün çatır, tanınıb, bilinib. Ta ki, bunlar əgər istillər, gedə bilərlər, gələ bilərlər, yolda bir hadisə olmayan, narahatçılıq olmayan, gərək belə ola. Bunlara qanun lazımdır. Qanunsuz camiə, ictima mümkündür. Məhv olub aradan getməlidir. Bu da sizə aydındır. Bunu da sizə istəmirdim öyrədəm. Bu da yadınıza düşdüm, ta yetişək sözümüzə. İslam bir dindir, gəlib insanları badbaxtçılıqdan, bərbadçılıqdan günə çıxacaq. Gəlib insanları insanlar qabağında əyilməkdən nicat verər. Gəlib insanları yazıqçılıqdan, benavaçılıqdan nicat verər, onları insan eləyər, onlara qiymət verər. İnsan dünyaya allanmaqdan, uşaq kimin hər şeyi görəndə ağzının suyu axmaqdan nicat verər. Uşağı görübsən, maması ilə gedir, elə bir əli mamasının əlindədir, bir əli də bir-bir görsədir onlara baxa-baxa. Mama ondan, biraz keçdi ondan, ondan. Ağzının da suyu axır, onları gördükdə. Ərəbcə ona deyərlər səbi, səbi. O da birinə deyirlər, bizim bir səbiyyə var, bizim bir səbi var. Uşağa səbi deyilər, ona görə deyilər. Çünki hər nə görür ağzının suyu axır, ona görə də ona səbi deyilər.
İslam gəlib insanı belə bir vəziyyətdən çıxardar. Böyükün də səbi olması, ağzının su axması budur ki, maşın görür, məsələn, el görür, gözü qalıb orada. Özgənin namusunu görür, gözü qalıb onun dalıyla. İnsan bunlardan əl üzməlidir. Əgər istəsə bir şey olar. O uşaqlıqdan çıxmalıdır. O uşağın işidir. Keçək bunlardan. İndiki İslam istir insana nicat verə, insanı rahat eləyə, əzəmət verə, dünyada istir müsəlmanların hamısı dünyaya hükümət eləsin, hakim olsun. İslam bunu istir. İndi görək İslamda hükümət necə olmalıdır? Əslən, İslamın özündə bir hükümət var, ya həmişə müsəlmanlar onun əlinə baxmalıdırlar. Necə bir şeydir? İslam özü müstəqil bir dindir. Heç kəsin əlinə gərək baxmayan. Qiyməti sınar o adamın ki, erməni əlinə baxar. Müsəlmançılıqda haqqı yoxdur o adamın ki, ermənini özündən qabil bilər. Belədir. Onların hamısı zəlil olmalıdır, əgər müsəlmanlar istəyələr əziz olalar. Ancaq gərək istəyər. İstəməsi olmaz. Özü özünə də olmaz. İslamda hükümət mətrəh olur. Və dəsturdur ki, belə hükümət olar. İndi mən sayım, baxaq dünyaya. Dünyada hakimlər, insanlara hakim olanlar, ya bu cürdür ki, bir nəfər tapılıb, bir dəstəyə deyib, mən sizə hakiməm. Mən nə desəm o deyib. Dillənəni öldürəcəyəm. Buna deyərlər, bir nəfərin hakimligi bir millətə. Bu bir cür. Bir yol bu cürdür. Bir dəstə tapılar, deyək, biz sizə hakimik. İndi o bir dəstə mən nə bilim, alimlər, mullalar, ya məsələn, tacirlər, alverçilər, ziyalılar, tapılar deyək, biz sizə hakim olar diyor. Ya da gərək budur olar, ya bir nəfər hamıya hakim olar, ya bir dəstə tapılar, hamıya hakim olar. Ya da deyərlər, yox elə, cəmaat özü-özünə hükümət eləsin. Və bu üç dənədən biridir da. Görək, bunların hamısını İslam qəbul edir. Bunların hamısı düz deyil. İslam deyil, bir nəfər tapılar deyən, mən sizə hakiməm. Niyə ki, sənin özü kim hakimdir? Sənin özü hakim lazımdır. Sən özün də insansan ya yox, insana hakim lazımdır. Sən niyə hamıya hakim? Yox, sən otur, mən sənə hakim olum. Əgər hakim olmaq deyil. Bir vərəsə var idi, atası mərizidir. O da məni vəsi eləmişdi. Demişdi, sən mənim balıma vəsiysən. Bu vərəsə hələ ata da qocadı, ancaq xəstədir. O vərəsə gəldi, dedi, da elə atamın halı xarabdır. Elə gücün edək, bir iki qızdır, falan deyil, malı bölək. Bunun gölü buydu ki, kişinin canı çıxmamış malı bölərlər. Bir iki yol getdi, gəldi, axırda dedim, bala, axır, ölən yox, kəfən yox, qəbir yox, yas yox, axır, kimin malını bölək? Xeyr, əgər diri malı bölük, neyəcə sənin malı böləkdə? Əgər mən adı diri malı bölünə, bəqinin malı niyə bölək, ki, sənin malı bölək? Day getdi, sonra atası öləndən sonra gəldi, dedi ki, indi bölər. Dedim, indi oldu vaxtı, gəldi bölər. Böldüm, getdilər. Əgər bana adı bir nəfər hakim ola, o niyə mənə hakim olsun? Mən ona hakim olum. Bu düz bir sözdür. İkincisi budur ki, bir təbəqə hakim ola. Bir dəstə, məsələn, ziyalılar hakim ola, alimlər hakim ola. Ruhanilər hakim olur. Bunu da İslam qəbul edəmir. Belə
demokrasi ola məsələn də. Farslar deyir, hükümət mərdum bər mərdum, cəmaat özünə hakim olan. Bunu da İslam qəbul edəmir. Niyə? Çünki hakim gərək o adama ki hakimdir, onu tanıyar. Onu gərək tanıyar. Bilə ki o nədir, ondan ona qanun qoyar. Vaxtı ki insanların, alimləri, böyükləri kitab yazır, deyir biz insanı tanımırıq. Heç bir insanı tanımamışıq. Sən insanı tanımayıbsan, ona necə hakimsən bər? Nə bilirsən o nə istəyir, ona nə qanun qoyasan? Gərək onu tanıyasan. Bax, mən getmişəm bazara, məsələn bir şey alıb gətirmişəm, nə bilim nə mənə? Kalınqa, aldım getdim evdə işlədəm. Hə? Bilmirəm bunu necə işlədərlər, bunu necə yandırarlar, başarmıram. O zavodda ki o düzəlir, onun içinə bir kağız qoyurlar. O kağızda yazırlar. İndi ki mən başarmıram, özümü niyə oxlayayım? At o kağızı oxlayıb, gör necə yazır. Orada onun qərarın yazır. Belə açarsan, belə qoşarsan, belə yandırarsan, suyu qızdırar, gedərsən sən də işlədərsən, sudan faydalanarsan. O kağızı gərək kim yaza qoyu ora? Zavodda ona ixtisaslı adamlar, onu düzəldənlər qala, mən ki başarmıram heç o nədir, mən gərək yazam, ağıl bunu kəsmir. Ağıl belə deyir ki, indi ki o zavodda onu düzəldən mühəndisdir, indi mən nə bilim hansı dərs oxumuşdur, hansı o sahədə ixtisaslı var, o onu düzəldən gərək özü yazar, o bilir nə düzəldir. Onu necə işlədərlər. İslam belədir, deyib, bu insanların hamısını Allah yaradır. Hər kəs də deyib, yaratmayıb, gəlsin oxusun, uzun bəhsləri var. Geçsin 30 il fəlsəfə oxusun, gəlsin oxusun, fəlsəfə oxuyanların yanında oxusun, bəhs eləsin. Ondan sonra başa düşsün ki, insan öz gözünə yaranmaz. Ondan başa düşdün ki, maddənin özün yaradan istir, maddə öz gözünə yaranmaz. O uzun söhbətdir, o bir məclis, iki məclis söhbətidir. Ona uzun qış gecələri isə oturasan hər gecə 5-6 saat. Ondan sonra o qalsın. Amma insanın yaşayışına hakimiyyət, hakim olan İslam deyil, Allah bu insanları yaradıb, Allah hakimdir bunlara. Heç kəsin haqqı yoxdur, insanlara hakim olan. Hətta Peyğəmbər Əkrəm haqqı yoxdur. Hər kəsə Allah icazə versə, o hakim olacaq. Çünki haqq özününkidir. Məsələn, bax, elə bil, mənə atamdan bir haqq çatır. Mənim o haqqımı vərəsənin heç birisi götürə bilməz. Heç birisi. Zorla da əlindən alsalar, boyunlarından, məşğul zimmədirlər. O mənim haqqımdır. İlla ki, özüm bağışlayam. Deyəm, mən haqqımı bağışladım, bu başıma. Oldu. Mən haqqımı bağışladım, o qardaşıma. Bu oldu. Bu iki insanlara kim hakim olsun, o haqq Allah'ınkidir. Özü hakimdir. O haqqı Allah hər kəsə versə, o fəqət hakim olacaq. Ondan başqası mümkündür. Qəsbidir. İmkan yoxdur. Belə. İndi görək Allah özü nə biristir? Hakim olmağı. Mən Peyğəmbərləri istəyən bir deyəm, onların söhbəti uzun olan kinə. Çünki bu bir məclisin sözüdür, ancaq mən elə ələyəni yetmişəm, istəyirəm bir məclisdə bunu qutaraq. Qalsın inşallah, bəlkə bir 5 nəfər, 3 nəfərin karına gəlir. Peyğəmbər Əkrəm, bizim Peyğəmbər, İslam Peyğəmbəri, salavatları da hamısın ürəyində deyil, qoyun vaxt tutulmasın, mən bunu yetir deyərlər.
İmamın adı gəlsə, Peyğəmbərin adı gəlsə, ancaq salavat yeri zat yoxsa, onu ürəyinizdə deyin salavat ki, qoy sözü çatdıra bilər. Peyğəmbər-i Əkrəm axirinci Peyğəmbərdir, Xatəmül Ənbiyadır. Peyğəmbərəcən necə idi, o qalsın. Ancaq əsas öz Peyğəmbərimizi bilmək lazımdır. Bizim Peyğəmbərin 2 dənə peşəsi var idi, 2 dənə vəzifəsi var idi. 2 vəzifə. Bir vəzifəsi Peyğəmbərin buyurdu ki, Peyğəmbər idi. Nəbi, Rəsul, Peyğəmbər, bunlar hamısı bir mənayədir. Eyni şeydir bunlar. Peyğəmbər, Nəbi, Rəsul, bunlar eyni şeydir. Xoş, bu vəzifəli neynəməlidir? Bax, bu vəzifəli bu işi görməlidir ki, Cəbrail gələcək, ya Rəsuləllah, Allah sənə salam yetirdi, bir də bu ayəni yolladı. Ya əyyuhəl-ləzīnə āmənu əqimus-salāt və ātuz-zəkāt. Deyə oxu cəmaata. Peyğəmbər denə məmur kimi. Nə həqqi var bir kəlmə ona artıran, nə həqqi var bir kəlmə ondan əskillər. Eynən Cəbraildən aldığı kimin onu cəmaata çatdırmalıdır. Bu Peyğəmbərin bir peşəsi, bir vəzifəsi. Qul ya əyyuhəl kafirun. Qul, de, Peyğəmbər. Elə bir mən uşağa deyəm ki, biri gəlir, deyir ki, filankəs evdə, uşaq gəlir, deyir ki, səni qapıda istirlər. Deyəm ki, de, gəlsin içəri. O necə gedər deyər. Deyər ki, gəl içəri də, hə? Da gedib deməz. De, qonağa gedib deməz. Atam dedi, de, gəlsin. O deyə day deməz. Çünki o de uşağınçıdır. Ata uşağa de onu. Uşağa deyir, denən, gəlsin içəri. Uşaq da gedir, deyir ki, buyur içəri. Peyğəmbərin haqqı yoxdur, denəni götürər. Haqqı yoxdur. Necə nazır olub, odur oxuyur. Qol, de, Vallahu ahad, Allah'tan. Day haqqı yoxdur deyər, ay cəmaat, Vallahu ahad. O qolu gələn deyərsən. Necə nazır olub, qiyamətəcən odur qalmalıdır. Özü deyir, necə nazir eləmişəm, odur saxlayacaq. Bu İsa'nın, Musa'nın İncili, Toratı deyil, hərə əl aparam. Bu ne özümünküdür, Peyğəmbərinkidir, bunu saxlayacaq. O öz yerində də o da bir bəhsli cürdə qalsın. Həs Peyğəmbərin bir peşəsi, vəzifəsi budur. İşinin biri budur ki, Peyğəmbərlik eləyər. Peyğəmbərlik nə deməkdir? Nəbi, Rəsul nə deməkdir? Rəsul budur ki, eynən bir məktubu veribsən, bir dənə qasidə. Qasid, o məktubu aparıb ona çatdırmalıdır. Yolda onun üstünə bir kəlmə qoyar, ya ondan bir kəlmə götürər, yoxdur. Buna deyərlər Rəsul, qasid ya bir Rəsul. Peyğəmbərin bir vəzifəsi budur, bu aydın. İkinci vəzifəsi budur Peyğəmbərin. İkinci vəzifəsi budur ki, o hökmülər ki nazil olur, o ayələr ki nazil olur, onları bir-bir əmələ qoyar. Piyadə, biz deyərik piyadə eləyər. Necə? Bax, bu cür. Bu ikinci vəzifəsidir. Bu cür. Bir dənə dövlət təşkil verər, o dövlətin də sədrində özü olan, ondan o ayələri bir-bir cəmaat əməl edir. Yəni imam olan. Yəni imam olan, rəhbər olan. Bu iki. Pəs Peyğəmbərin iki vəzifəsi var. Biri Nəbi, Rəsul, Peyğəmbərdir. Biri də imamət. Peyğəmbər özü imamıdır ya. Peyğəmbərdən qabaq İbrahim də imamıdır. Hələ onları danışmadıq da, Peyğəmbərin özünü danışıyor. Pəs Peyğəmbərin bir işi budur. Allah'ın ayələrin aldığı kimin cəmaatı oxuyar. Bir işi də budur ki, imam olar, yəni neyniyər?
imam demək nə deməkdir? İmam sözü bu deməkdir. Bir dənə dövlət təşkil verər, o dövlətin sədrində özü ola və göz qoya ora rəhbəriyyət edir. Ola rəhbər. Bu ikisinə, iki şuur, iki peşə, iki vəzifə. Həs Peyğəmbərə bu haqqı kim verir? Allah. Allah deyir, mənim Peyğəmbərim. Mən sənə icazə verirəm, bu cəmaatın hamısının ixtiyarını verdim sənə. Ən-nəbiyyü əvla. Ayə-i Quran deyir ki, Peyğəmbər cəmaatın özündən də onlara haqqı çoxdur. Özündən də. Cəmaatın özünün nə qədər haqqı var? Peyğəmbərin haqqı cəmaata, cəmaatın özündən də çoxdur. Həm mallarına, həm canlarına. Bu haqqı Allah'ın deyir bə. Qardaş, sənə nə var? Mən vərəsə mənə dədəmdən mal satmayıb atamdan. Mən onun hamısını bağışlayıram bacıma. Hamısını bağışlayıram o qardaşıma. Kimə nə var? Və bu haqqı Allah'ın deyir. Bu haqqı mal və can ki insanların Allah'ın haqqıdır, onları bağışlar Peyğəmbərə. Deyib, bu haqqı verdim sənə. Elə ki, bu haqqı verdi ona, Peyğəmbər cəmaatın hamısını, yeryüzünün insanların hamısını, malına da malikdir, canına da malikdir. Həm malına cəmaatın malikdir, həm canına malikdir. İndi malına malik, canına malik necə? O fiqdə uzun sözü var bunda. Onu da hələ 5 dəqiqəlik qatlayaq qoyamayın. Keçər. Peyğəmbər oldu imam-ı camiə. Peyğəmbərlik bir yandan, imamət də bir yandan. Dövlət təşkil verdi. Məmurlar yolladı. İrana yolladı, Ruma yolladı, Herqələ yolladı, nə bilim kimlərə yolladı. Dəvət elədi hamısın gəlindinə. Mədinədə də hökumət təşkil verdi. Əskər yığdı başına, qoşun təşkil verdi, ustandar yolladı, mən nə bilim, böyüklər yolladı, qazilər təyin elədi, müəyyən elədi, nazirlər müəyyən elədi, buna dövlət deyərsə, elə dövlət budur da, nazirlər təyin eləyəsən, özündə sədrdə olasan, ora bir qazı yollayasan, hakim yollayasan, gedə orada hakim ola, 2 nəfər davə eləyəndə, ixtilaf eləyəndə, savaşanda onların müşküllərin həll eləyək, ona hökmü verək, ya həqqından deyib, batilsən, bir yandan o idarə təşkil tapa, bir yandan nə bilim, namaz cümə qılına, bunlara deyər elə dövlətdən. Peyğəmbər, o yandan Peyğəmbərlincin elir, ayələr gəlir, cəmaat oxur. Bir yandan da imamət edir. Belə, buradan aydındır. İndi Peyğəmbər dünyadan gedir. Peyğəmbər dünyadan gedəndə görək aya bu 2 dənəminin peşəsi ki vardı, siməti vardı, vəzifəsi. Bu vəzifələrin özü ilə apardı, ya özündən sonra birinə verdi. Necədir bu? Qulaq olsun. Peyğəmbər öləndə, dünyadan gedəndə, mən belə laf qardaş kimin danışıram, istəmirəm biraz elə çox təşrifatla danışam, xitabə formu danışmıram. Ki, məsələn, deyəm, Peyğəmbər-i Gərami rəhlət buyuranda, yox, istəyirəm belə, ancaq ürəyimin sözün çatdıram sənə. Peyğəmbər ölür, dünyadan gedir, Peyğəmbərlikin neynədir? Özü ilə aparır. Peyğəmbərlik xətm oldu. Çünki xatəmul ənbiyadır. Peyğəmbərdən sonra heç kəsin haqqı yoxdur, iddia eləyə deyəm, mən Peyğəmbərəm, ya mənə vəhiy gəldi, ya mənə ayə gəldi, ya mənə Cəbrəil gəldi, bu ayəni yetirdi. Peyğəmbər öldü, Cəbrəilin canı qutardı ayə gətirməklə. Cəbrəil ayə gətirməyəcək. Gəlib Əli ibn Əbi Talibi ziyarət eləyəcək. Zəhranın ziyarətinə gələcək. Ki, rivayətdə var, buyurur, bizim elmiz məlakələrin aeroportudur. Bizim elmiz məlakələr qonan yerdir, məlakələr ənən yerdir. Əlinin də zamanı, Həsənin də, İmam Hüseynin də, İmam Sadiqin də. Amma da ayə getmək.
Ondan sonra bir ayet koşulmayıb Qurana. Peyğəmbərlik də özü ilə getdi. Amma imamlığın özü ilə aparmadı. Ya eyyuhər rəsul bəlliğ ma unzilə ileyk. O ki sənə nazil olub çatdır cəmaata. Peyğəmbər hamını yığdı başına, Əmirul Müminini elan elədi cəmaata. Dedi, əyyuhən nas, mən kuntu, mən hər kəsin mavlasıyam, fəhəzə əliyyum mavla, bu onun mavlasıdır, vəssalam. Mən hər kəsin ağasıyam, Peyğəmbəriyəm, bax, bu onun imamıdır. Mən hər kəsə imamət edirdim, dəstur verirdim, bu ilə belə dəstur verəcək. Fərman buradan sağlayacaq. Bunu tanıtdırdı. Cəmaatın hamısına tanıtdırdı. Uşaqdan böyücə hamısı bunu bilirdi, eşitmişdi. Hamı da gəldi o günü Əli ibn Əbi Talibin xidmətinə yetişdilər, mübarək dedilər. Bunu tarixlər yazır. Bundan da keçər. Pəs Peyğəmbər imamlığın verdi Əmirul Mümininə, Əli ibn Əbi Talibə. Bu Peyğəmbərdən sonra olan imam fəqət Əmirul Müminindir. Həmin güc ki Peyğəmbərdə var idi. Həmin imkanat, imkan, qudrət ki Allah Peyğəmbərə vermişdi, o qudrəti Peyğəmbər verdi Əli ibn Əbi Talibə. Fəqət da vəhd nazil olmayacaq, Cəbrəil gəlməyəcək. O ki Peyğəmbər eləyə bilərdi, əlkəsə, Peyğəmbər eləyə bilərdi, oğrunu tuta, Peyğəmbər eləyə bilərdi, hakim yollaya, Peyğəmbər eləyə bilərdi, imam cümə müəyyən eləyə, qazi müəyyən eləyə, nəmni eləyə, nazircə, hamısın Əli ibn Əbi Talib eləyəcək. İmamətdə Peyğəmbərlə Əli fərqlənir, zərrə-i fərqləri yox. İmamət gözü ilə baxanda Əli eyni Peyğəmbərdir. Peyğəmbər eyni Əlidir. Fəqət bir şeyləri. O, Cəbrəil ilə gələrdi, vəhy ilə gətirərdi. Peyğəmbər idi də, amma Əli Peyğəmbərdir. Fəqət imam. Yalnız imamət edəcək. Əli öləndə onun eynin verdi İmam Hüseyin. Zərrəyi onun üstündən götürmədi. O verdi İmam Hüseyin'e. İmam Hüseyin verdi İmam Səccada. Ahiri Kərbəlanın axır ləhzələrində hamı yazıqdır ki İmam Hüseyin ağa gəldi, əsqərdən sonra ki istir meydana gedə özü da axirin nəfərdi, hamıdan axıra qalar. Ondan xanım Zeynəb deyir ki, mən ki hər sözdə Hüseynlə bir yerdəydim, hər sözdə. Ağa girdi xeymənin içinə, xeymənin qapısını bağladı. İmam-ı Səccadla ikisi, orada saat yoxdur. Və büdür yazıblar, məsələn, mən belə anlıram ki, bir əqəllən bir saata kimin bir yerdə ikisi yoxdular. Zeynəbin də həşi yoxdur, ora varib olan. Uşaqların hamısını ona tapşırır, işləri ona tapşırır. Amma imamətin əsrarın verdi İmam-ı Səccada, nə deməliydi vəsiyyəti, ona dedi getdi. İmamət verildi ona. O da verdi İmam-ı Baqirə, o da verdi İmam-ı Sadiqə, o da verdi İmam-ı Musəb-i Cəfərə, o da verdi İmam-ı Rizaya, o da verdi İmam-ı Muhammed Təqi, İmam Əli Gənnəqi, İmam Həsən Əskəri, 11 imam getdi. Buradan aydın. Həmin qudrət və həmin imkanı ki Peyğəmbərin var, 11-ci imamında var, imamətdə. Fərqləri fəqət Peyğəmbərlikdir. O imamət ki Peyğəmbərin var idi, ki Peyğəmbər cəmaatın malına da malişdi, canına da malişdi, İmam-ı Həsən Əskəri eynən o qudrətdə, o gücdədir. İmam-ı Həsən Əskəri ki 11-cidir, İmam-ı Sadiq, İmam-ı Baqir, imamətdə, ona bax Peyğəmbərə bax, heç fərqi yoxdur. Amma bir fərqi var ki, o Peyğəmbəridir, bunlar imam. Buradan da aydın. İndi İmam Zaman ağanın nə
Əsgəri ağa dünyadan gedib. İmam Zaman ağa ki, 12-ci imamdır, gəldi namazını qıldı yatasına. 5 yaşında uşaq. Yeri göğü pərverdigarı aləm verib bir dənə 5 yaşında uşağa. 5 yaşında uşağa. Tamam ağ saqqalların hamısının ixtiyarını verib o uşağın əlinə. Hamısının. İnsanların malları da, canları da onun ixtiyarında. O belə bir insandır. Yeri göğü deyib bunlara görə yaratmışam. 5 yaşında olar, 1 yaşında olar, 100 yaşında olar. Nuh 950 il fəqət təbliğ edeyim. Allah təbliğ edeyim, Nuh. Uzun ömürlüyüm işte bəsələ. 950 il fəqət təbliğ edeyim, hə? O yaşda gərək gələr İmam Zaman ağanın qabağında dizüstü yoksa. 5 yaşında uşaq. Yer göy deyə onu üçün yaranır. O imamətə çatdı, imamətə çatandan sonra ona əmr gəldi ki, sən gərək bir qeyb olasan. Sən gərək bir qeyb olasan. Niyə? 11 dənə bunlara Peyğəmbərdən sonra imam vermişəm, bunlar 11'i dövdürdülər. Bunlar bizə bir insaf adamlar. Elə bil ki, bir rayonun, məsələn bir vəzifəlisi, bizdə şəhridarı deyərlər, bilmirəm burada nə deyər. Gətirib, məsələn, xiyabana, küçüyə, işıq, tok verir, işıq. O küçənin cəmaatı vurdu onu sındırdı. Xub, bilməyidilər də. Sabah gətir ondan bir dənə qavrana, o işıq olsun, bunlar ayaqların altını görsünlər, beçaradılar, yıxılmasınlar, qocası var, uşağı var, qadını var, zəifi var, güclüsü var. Bir dənə də çıraq qoyura, vırıb sındırdılar da bilməyiblər, neynə, bağışlar. İşığı gətir, lampanı, saldı ora, sabah vurdular, onu da sındırdılar. Üçüncüsün gətti, onu da sındırdılar. Dördüncüsün gətti, onu da sındırdılar. 11 dənə lampa saldım, hamısını sındırdı, hə?